Azad edilən ərazilərdə aparılan bərpa işləri ölkəmizin su təchizat sistemini gücləndirir. Suqovuşan və Sərsəng su anbarları həm kənd təsərrüfatı sahələrini, həm də enerji istehsalını təmin edən strateji obyektlərdir. Sərsəng su anbarından və Torağaçaydan qidalanan Suqovuşan su anbarı 6 milyon kubmetrə yaxın su tutmaq gücündədir. Və bu su anbarı vasitəsilə 7 rayonun 100 min hektara yaxın suvarılan ərazisi suvarma suyu ilə təmin oluna bilər. Suqovuşan su anbarı vasitəsilə ətraf rayonların suvarma suyu təmin edilir. Goranboy, Yevlax, Bərdə və Tərtər rayonları hal-hazırda bu sudan istifadə edirlər. Sağ-Sahil magistral kanalının ümumiyyətlə ümumi uzunluğu 70,2 kilometrdir. Sol sahil magistral kanalı da əsası təmin edilmişdir. 20,2 kilometr hissəsi əsası təmin olunaraq, onun üzərində olan bütün hidrotexnik qurğular bütünlükdə tam təmir edilmişdir. Mütəxəssislərin bildirdiklərinə görə bərpa işlərindən sonra su itkisi əhəmiyyətli dərəcədə azalıb. 20 il ərzində inşa edilən 4 böyük su anbarının ümumi potensialı 5 milyon kubmetrdən çoxdur. Bugünədək sağ sahil kanalının 5,2, sol sahil kanalının isə 20,2 kilometrlik məsafəsi tam təmir olunaraq istifadəyə verilib. Nəticə etibarilə Goranboy, Yevlax, Bərdə və Tərtər rayonlarının ümumilikdə 50 min hektara yaxın ərazisi suvarma suyu ilə tam təmin olunur. Su anbarı üzərində 2 elektrik stansiyası da fəaliyyətini davam etdirir. Suqovuşan su anbarı əraziləri suvarma suyu ilə təmin etməklə yanaşı, həmçinin enerji sahəsində də öz töhfəsini verir. Bundan əlavə, azad edilən ərazilərdə yeni inşa olunan su anbarları, Həkəri çay, Bərgüşat çay, Köndələn çay və Xaçın çay ölkənin su təhlükəsizliyini daha da gücləndirir və kənd təsərrüfatının davamlı inkişafına təkan verir. Elnur Tofiq, Aynur Hökmürəvan, ASTV xəbər.